Salam, hər vaxtınız xeyir olsun. Bugün bu videoda 15 Mart 2026-cı il tarixdə keçirilmiş 11-ci siniflərin buraxılış imtahanının Azərbaycan dili suallarının izahına baxacağıq. İzaha keçməmişdən qabaq kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. 31-ci suala baxaq. Hansı nümunədə altında xətt çəkilmiş söz həm xitab, həm də mübtəda kimi düşünülə bilər? A variantından başlayaq. Aqil, Səfər və Kərim səni axtarırdılar. Burada görürsünüz ki, Aqil, Səfər və Kərim. Aqildən sonra vergül qoyulub. Burada Aqil xitab kimi düşünülə bilər. Aqil, Səfər və Kərim səni axtarırdılar. Eyni zamanda Aqil, Səfər və Kərim bunlar həmcins mübtədalar kimi də düşünülə bilər. Bizdən istədiyi o idi ki, həm altında xətt çəkilmiş söz xitab kimi, həm də mübtəda kimi düşünülsün. Cavab ilə A variantı olacaq. Əvvəlcədən deyim ki, Sabir hələ də tapşırıqları düzgün yerinə yetirməmişdir. Yerinə yetirməmişdir. Kim? Sabir. Burada Sabir yalnız mübtəda kimi düşünülür. Çünki xitab olsaydı hər iki tərəfində vergül qoyulmalı idi. Ona görə B-ni çıxırıq. Qədir, xahiş edirəm ki, mənim fikirlərimə hörmətlə yanaşasan. Qədir burada xitabdır. Xitab bildiyiniz kimi həm vergüllü, həm də nida işarəsi ilə ayrılır və burada da nida işarəsi ilə ayrılmışdı. Mübtəda kimi düşünülə bilməz. Dostum Qabil səhərdən evdən çıxıb, amma geri qayıtmayıb. Daha doğrusu burada dostum Qabil səhərdən evdən çıxıb, amma geri qayıtmayıb. Qabilə müraciətlə deyilir. Çünki Qabildən sonra da qabaq da vergül var. Deməli, Qabil burada yalnız xitab kimi düşünülür, mübtəda kimi düşünülə bilməz. Bilirmi ki, Kamil ağıllı oğlandır? Burada isə diqqət yetirəcəyimiz məqam Kamil sözünün kiçik hərflə yazılmasıdır. Yəni, bu xüsusi isim kimi düşünülə bilməz. Burada Kamil sözü sifət olaraq verilib. Kamil və ağıllı. Burada həmciz təyinlər olaraq verib və ona görə də bu xitab kimi də düşünülə bilmir, mübtəda kimi də düşünülə bilmir. Cavabımız burada A variantıdır. Cümlələrdən birinin xəbəri məsdər tərkibi ilə ifadə edilmişdir. Gəlişimizin məqsədi başına ağıl qoymaqdır. Burada başına ağıl qoymaqdır xəbər. Çaşdırmaq üçün qoyublar əslində. Başına ağıl qoymaq frazoloji birləşmədir və frazoloji birləşmələr tərkib kimi götürülmür. Yəni, bir sözə bərabər olduğuna görə onlar söz birləşməsi sayılmaz. Ona görə A variantı deyil. Yayın qızmar günlərində şəhərdə qalmaq heç kəsin ürəyincə deyildi. Burada deməli, heç kəsin ürəyincə deyildi olacaq xəbər. Heç burada məsdər belə deyil. Ona görə B-ni də çıxırıq. Məbədə gəlməkdə niyyətləri dua etmək idi. Dua etmək idi xəbər. Dua etmək mürəkkəb feildir və bir sözə bərabərdir. Ona görə bu məsdər tərkibi deyil. Bunu da çıxırıq. İndi Mədinənin bacısının həyatdakı ən böyük arzusu oxumaq idi. Deməli, oxumaq idi xəbər. Nə Mədinənin bacısının həyatdakı ən böyük arzusu. Burada oxumaq idi xəbər olduğuna görə yenə də məsdərlə ifadə olunub, tərkiblə yox. Aləmşah bəyimin yeganə çıxış yolu uşaqlarını buradan uzaqlaşdırmaq idi. Deməli, uşaqlarını buradan uzaqlaşdırmaq idi xəbər. Nə? Aləmşah bəyimin yeganə çıxış yolu. Bu da olacaq mübtəda və nəticədə xəbərimiz məsdər tərkibi ilə ifadə edilmiş oldu. Cavabımız da Y variantı olmuş oldu. Nümunədə üzərində rəqəm yazılmış sözlərin fonetik xüsusiyyətlərinə əsasən uyğunluğu müəyyən edin deyir. Yazılışı ilə deyilişi fərqlənmir, səs və hərflərin sayı bərabər deyil, tərkibində kar samit işlənməmişdir. Gəlin birinci sözdən baxaq. Sənət tariximizin. Burada sənət sözü heç bir yazılış və tələffüz fərqi olmayan sözdür, yəni fərqlənmir. Ona görə də birinciyə elə biri yaza bilərik. Tariximizin ən parlaq səhifələri. Parlaq sözü q samitlə bitdiyinə görə, özündən sonra da samitlə başlayan söz gəldiyinə görə parlaq səhifələr deyəcəyik. X samitlə ilə ifadə olunacaq. Deməli, səs və hərflərin sayı bərabər deyil, buna aid deyil. Çünki bərabərdir. Tərkibində kar samit işlənməmişdir, kar samit işlənib. Ona görə də buna da aid deyil və nəticədə 2 heç birinə aid deyil. Səhifələrində. Səhifələrində sözü yazılış və deyiliş fərqi olmayan sözdür. Ona görə də 3-ü biz 1-ə yaza bilərik. Böyük əməlləri. Burada görürsünüz ki, böyük sözü ki samitlə bitib, özündən sonra da sait gəlib. Ona görə də böyük kimi tələffüz olunacaq böyük əməlləri. K-yə əvəzlənməsi baş verəcək və buna görə də bu tərkibində kar samit işlənməmişdirə uyğundur. Çünki B, Y, Y, 3 samitin 3-ü də cingiltilidir. Ona görə 4-ü 3-ə yaza bilərik. Şəxsiyyətlərdən sözündə isə iyyət şəkilçisində y qoşa samiti olduğuna görə şəkilçinin tərkibində olanda y-lardan biri düşür. Şəxsiyyətlərdən kimi tələffüz olunur. Yəni, həssas və hərflərin sayı bərabər deyil. 5 ikinciyə aid olacaq. 1 üçün
birinciyə, 5-in ikinciyə, 4-ün üçüncüyə aid olduğu variant isə C variantındadır. Cavabımız C variantıdır. Xəbəri icbar növdə olan hansı cümlələrin tərkibində hərəkətin subyekti və obyekti yoxdur deyir. Burada deməli 3 məqama diqqət yetirməliyik. Xəbər icbar növdə olsun, hərəkətin subyekti olmasın və obyekti olmasın. Bildiyimiz kimi subyekt işi görən, obyekt isə üzərində iş görüləndir və bizdən heç birinin olmamağını istəyir. Həmişə həvəslə yazdırırlar. Biz xəbərə diqqət yetirməliyik. Yazdırırlar sözü icbar növdədir. Amma burada nə subyekt, nə də obyekt yoxdur. Yəni işi görəndə, üzərində iş görüləndə bəlli deyil. Ona görə biri götürə bilərik. Əlbəttə, yenə vaxtında dəyişdirməlisiniz. Dəyişdirməlisiniz sözündə dir icbar növ şəkilçisi deyil. Ona görə də ikini çıxa bilərik. Dünən yazdırdıqlarımız qovluqdadır. Burada xəbəri qovluqdadır sözüdür. Yəni icbar növdə deyil. Ona görə bunu da çıxırıq. Səhərə kimi kəndə daşıtmalıdırlar. Daşıtmalıdırlar deməli xəbərdir. İcbar növdədir. Daşıtmaq sözü icbar növdədir. Və burada deməli nə subyekt var, nə də obyekt var. Yəni işi görəndə, işi gördürən də bəlli deyil. İşin nə üzərində görüldüyü də bəlli deyil. Ona görə 4-də götürə bilərik. Yeni layihələri mütəxəssislərə hazırladın. Hazırladın sözünü hazırlatmaq feili olaraq icbar növdə götürmək olar. Kiməsə nəyisə hazırlatmaq. Amma burada mütəxəssislərə hazırladın deyir. Yəni işin kim tərəfindən görüldüyü bəllidir, mütəxəssislərdir. O subyekt var deyə bunu götürməyəcəyik. Cavabımız A variantı 1-4 olacaq. Gedib xaricdə təhsilini artırar. Cümləsində nöqtələrin yerinə hansı cümlələr yazılsa, mürəkkəb cümlə alınır. Mürəkkəb cümlənin olması üçün bilirik ki, ya tabeli mürəkkəb cümlə olması lazımdır, ya da tabelsiz mürəkkəb cümlə olması üçün də hər cümlənin öz xəbəri və mübtədası olmalıdır. Deməli, artırar xəbər. Kim o olacaq? Mübtədası buraxılıb, müəyyən şəxsli cümlədir. Mürəkkəb cümlənin olması üçün sonraki gələn cümləyə diqqət yetirməliyik. Qayıdıb vətənində işləyər. Yenə də işləyər kim o? Belə olsa işləyər və artırar olacaq həmciz xəbər və cümlə də sadə cümlə olacaq. Bizə bu lazım deyil. Billəri çıxa bilərik. Atası arzusuna çatar. Deməli, burada görürsünüz ki, arzusuna çatar kim? Atası. Hər bu cümlənin öz mübtədası var, digər cümlənin isə mübtədası o olacaq. Deməli, ikini götürə bilərik. Mürəkkəb cümlə yaranar. Elə orada bir iş tapıb işləyər. Artırar və işləyər. Kim o? İkisi də eyni adama aid olduğuna görə bu da həmciz xəbərlər olacaq. Biliyi xalqına gərəkli olar. Gərəkli olar nə? Biliyi, yəni onun biliyi. Burada artıq öz mübtədası var deyə bunu artırsaq mürəkkəb cümlə alınacaq. Savadı ilə hamını təəccübləndirər. Yenə də təəccübləndirər. Kim o? Yenə də burada həmciz xəbər olacaq. Cavabımız 2-4 və Y variantıdır. Cümlədə buraxılmış durğu işarələrinin düzgün işlənmə ardıcıllığını müəyyən edin. Ordu, qaçqınlar, əsirlər, bir sözlə hər kəs bir-birinə dəyib. Burada ordu, qaçqınlar, əsirlər. Gördüyünüz kimi burada həmciz üzvlər olaraq işlənib. Ona görə də ordu, vergül, qaçqınlar, vergül, əsirlər, bir sözlə hər kəs. Burada ümumiləşdirici söz olaraq işləndiyinə görə bir sözdən qabaq tire, bir sözdən sonra da vergül qoyulacaq. Hər kəs bir-birinə dəyib. Ardıcıllıq vergül, vergül, tire, vergül olacaq. Vergül, vergül, tire, vergül. Yəni Y variantı, Y variantıdır. Baxaq 37-ci suala. 37-ci sual sadə suallardan biridir. Frazoloji birləşməni müəyyən edin deyir. Deməli, kömək etmək mürəkkəb feildir. Qapıdan çıxmaq adi söz birləşməsidir. Beşiyi yırğalanmaq adi söz birləşməsidir. Yaxşılıq etmək də mürəkkəb feildir. Cavabımız C variantıdır. Özündən çıxmaq, əsəbləşmək mənasına gəlir və sadə suallardan biridir. Fələk ömrümüzü saldı ayrılıq, getdin gözəl, çox gözlədin, gəlmədin. Nümunəsinə əsasən cədvəldəki uyğun fikirləri müəyyən edin deyir. Deməli, burada doğrunun altından doğrunu, yanlışın altından da yanlışı seçməliyik. Feillər eyni zamanda, eyni şəkildə işlənmişdir. Deməli, burada saldı, getdin, gözlədim, gəlmədin. Həqiqətən də hər biri keçmiş zamandadır, hər biri xəbər şəklindədir və buna görə də bir doğru olacaq. Hal şəkilçisinin tələbi ilə söz kökündə saiti düşmüş isim
tamamlıq vəzifəsindədir. Burada ömür sözünü nəzərdə tutur, amma burada diqqət yetirməli olduğumuz bir məqam var. Ömür sözündə sait düzdür düşüb, amma ümüz şəkilçisinə görə düşüb. Yəni mənsubiyyət şəkilçisinə görə düşüb. Burada isə deyir ki, hal şəkilçisinə görə. Deməli 2 yanlışdır. 2 doğru deyil, 2-ləri çıxa bilərik. Müraciət bildirən söz isimləşmiş nitq hissəsi ilə ifadə olunmuşdur. Getdin, gözəl, çox gözlədin, gəlmədin. Gözəl sifətdir və burada isimləşmiş sifət olaraq işlənib deyə xitab kimi düşünülür. Ona görə də 3-ü götürə bilərik. Doğru fikirdir. Quruluqca düzəltmə olan fiil əmr şəklində birinci şəxsin təkindədir. Quruluqca düzəltmə olan fiil deyəndə burada gözlədim sözünü nəzərdə tutur. Çünki gözdən gözlə, gözlədi, gözlədim. Düzəltmədir, əmr şəklində deyil amma. Çünki dil şəkilçisi xəbərli şəkilçisidir. Xəbər şəklinin şəkilçisidir, yəni birinci şəxsin təkindədir, mən gözlədim. Bu doğrudur, amma yanlış olan hissəsi əmr şəklində olmasıdır. Bu yanlışdır. 4-ü götürürük. Kəmiyyət zərfi və zərflik vəzifəsindədir. Çox sözünü nəzərdə tutur. Nə qədər gözlədim, çox gözlədim. Həm zərfdir, kəmiyyət zərfi, həm də zərflikdir. Kəmiyyət zərfliyi. Ona görə də bu doğru fikirdir. Yanlış deyil yəni. İsmin eyni halında olan sözlərdən biri mübtəda vəzifəsində çıxış etmişdir. Fələk sözünü nəzərdə tutur. Adlı kaldadır və mübtəda vəzifəsindədir. Bu da doğru fikirdir. Bizə yanlış olan lazım idi. 4-ü götürdük. 1, 3, 4 cavab D variantıdır. 39-cu sual. Verilmiş cümlələr əsasında cədvəldəki uyğun fikirləri müəyyən edin. Onlarla həll olunmamış məsələyə birgə baxış keçirilsə də, yenə də bir neçə işi yekunlaşdırmaq mümkün olmadı. Onlarca insanın gözü qabağında baş verən bu hadisə bir çox qəzetlərdə dəfələrlə işıqlandırılmışdı. Deyir ki, nümunələrin hər ikisinə aiddir, nümunələrin yalnız birinə aiddir. Bax, burada diqqət yetirməli olduğumuz məqam var. Kökü amonim olan saydan yaranmış söz işlənmişdir. Deməli, birinci cümlədə onlarla sözünü həm say kimi düşünmək olar, həm də onlar ilə əvəzlik olaraq düşünmək olar. Yəni, iki cür düşünmək olar. Konkret olaraq kökünün amonim olmasını, say olmasını deyə bilmərik. Digər cümlədə amma onlarca sözü var, bu saydı, onun da kökü amonim deyil. Ona görə də ikisinə də aid olan fikir kimi götürə bilmərik bunu. Bir səhvdir. Fe'li birləşmənin asıl tərəfində olan say var. Fe'li birləşmənin asıl tərəfində say. Deməli, burada bir neçə işi yekunlaşdırmaq bunu nəzərdə tutur. Bu məsləhət tərkibidir və həqiqətən də asıl tərəfində bir neçə sözü var. Say olaraq işlənib. Digər cümlədə baxaq varmı? Digər cümlədə isə onlarca insanın gözü qabağında baş verən bu fe'li sifət tərkibidir və asıl tərəfində onlarca sözü işlənib, yəni say işlənib. Bu da doğru fikirdir. Hər ikisinə aiddir, həqiqətən də doğrudur. Rəqəmlə yazıla bilməyən say işlənmişdir. Deməli, burada onlarca, burada bir neçə, həqiqətən də hər ikisində də bir çox rəqəmlə yazıla bilməyən say işlənmişdir. Bu doğru fikirdir. Neçə say işləndiyini dəqiq demək mümkün deyil. Dəqiq müəyyən etmək mümkün deyil. Bu doğru fikirdir. Bayaq da dediyim kimi. Onlarla sözünü həm əvəzlik, həm də say kimi düşünmək olar deyə bu birinci cümləyə aiddir. Amma ikinci cümlədə onlarca sözünü yalnız say kimi düşünürük, bir çox sözünü yalnız say kimi düşünürük. Yəni bu ikinci cümləyə aid deyil, yalnız birinci cümləyə aiddir. Yalnız birinə aiddir dediyinə görə 4-ü də götürə bilərik. Təyin vəzifəsində olan qeyri-müəyyən miqdar sayı tamamlığı izah edir. Təyin vəzifəsində olan qeyri-müəyyən miqdar sayı. Deməli, qəzetlərdən bu ikinci cümləyə aiddir. Deməli, işıqlandırılmışdı xəbər, nə hadisə, nə də qəzetlərdə, nə qədər qəzetlərdə, bir çox qəzetlərdə, bir çox burada say, deməli, təyindir və tamamlığı izah eləyir həqiqətən də. Amma digər cümlədə bir neçə işi yekunlaşdırmaq birlikdə məsləhət tərkibidir deyə o təyin olmayacaq. Deməli, 5-ci fikirdə yalnız ikinci cümləyə aiddir deyə bunu götürə bilərik. Sayla aid olduğu isim arasında numerativ sözdən istifadə edilməmişdir. Burada deməli bir neçə işi yekunlaşdırmaq, bir çox qəzetlərdə burada ümumiyyətlə numerativ söz işlənməyib, onlarca insanın gözü qabağında burada işlənməyib, ona görə də bu heç birinə aid deyil. Cavabımız 2, 3, 4, 5, yəni D variantı olacaq. Dünənki yarışın qalibi Səlim nə isə söyləyərək otaqdan çıxdı. Nümunəsi ilə bağlı doğru fikirlər istəyir bizdən. Fe'li birləşmənin işləndiyini əminliklə söyləmək olmaz.
Burada deməli nə isə söyləyərək ara qəraq şəkilçili fe'li bağlama tərkibi işlənib. Yəni əminliklə söyləmək mümkündür bunu. Ona görə də bu doğru fikir deyil. Biri çıxa bilərik. Biriləri çıxırıq. Tünd qara hərflərlə verilmiş söz sintaktik əlaqədə yalnız əsas tərəfdir. Deməli, burada nə isə söyləyərək otaqdan çıxan təbii ki Səlimdir. Səlim mübtədadır və sintaktik əlaqədə mübtəda həmişə müstəqil tərəf, yəni əsas tərəf olur. Ona görə də bu doğru fikirdir. Çıxışlıq hal çəkicili söz tabellik əlaqəsində aslı tərəfdir. Çıxışlıq hal olan söz otaqdan sözüdür. Haradan çıxdı? Otaqdan çıxdı. Bu deməli çıxışlıq hal olduğuna görə arasında xəbərlə onun arasında idarə əlaqəsi var. İdarə əlaqəsində də bilirik ki, birinci tərəf aslı tərəfdir. Bu doğru fikirdir. Haqqında danışılan cümlədən çıxarılarsa, ismi birləşmə uzlaşma əlaqəsində əsas tərəf olar. Haqqında danışılan deyəndə Səlim nəzərdə tutulur. Səlimi çıxartdıqda cümlə belə olacaq. Dünənki yarışın qalibi nəsə söyləyərək otaqdan çıxdı. Otaqdan çıxdı ki, dünənki yarışın qalibi və nəticədə, daha doğrusu yarışın qalibi. Yarışın qalibi ismi birləşmədir və həqiqətən də Səlimi çıxarsaq, ismi birləşmə olaraq mübtəda olacaq. Deməli, uzlaşma əlaqəsində də əsas tərəf olacaq və bu doğru fikir olacaq. 4 doğrudur. Deməli, cavabımız D variantıdır. Xəbər tamamlıq və zərfliklə sintaktik əlaqədədir. Burada deməli çıxdı nə etdi xəbər, haradan çıxdı, otaqdan çıxdı zərflik, kim çıxdı, Səlim çıxdı mübtəda, necə çıxdı, nə isə söyləyərək tərz hərəkət zərfliyi, hansı Səlim dünənki yarışın qalibi. Burada ümumiyyətlə tamamlıq yoxdur deyə sintaktik əlaqədə də olmayacaq. Ona görə 5 səhvdir. Cavabımız da D variantıdır.